ای صاحب عصر و زمانه Ceylim tutur senden bahane 12-ci İmamın pak vücudunu mübarək günəşi 255-ci Hicri qəmər ilinin Şaban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı. Təvəllüdündən atasının şəhadətinə qədər olan 5 illik qısa dövr ərzində dünyanın hər tərəfindən alimlər və fəqihlər İmam Həsən Əskəri əleyhissalamın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşardılar. İmam Həsən Əskəri öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi. Şaban ayının 15-ci gecəsi Qədir gecəsinə bərabər gecələrdən sayılır. Bu gecənin xüsusi əməlləri var ki, möminlər həmin əməlləri dua kitablarından əldə edə bilərlər. Şaban ayının 15-ci günü İmam Zaman ağanın dünyaya gəldiyi gündür. Ümumiyyətlə Şaban ayının 15-ci gecəsi Qədir gecəsinə bərabər tutulan bir gecədir ki, xüsusi əməlləri var. Məfatihül Cinan kitabında da bunlar qeyd olunub, duaları var. Ümumiyyətlə İslam aləmində ən böyük bayramlardan biridir. Allahın Peyğəmbəri buyurur: "Mənim ümmətimin ən üstün əməli fərəc intizarında olmaq, Allahdan onun baş verməsini istəməkdir." İlahiyyatçının sözlərinə görə möminlər hər zaman əsrin imamının intizarında olmalı, zühuru üçün dua etməlidirlər. Çünki o dünyanın xilaskarı sayılır. İmam Zaman əleyhissalam dünyanın xilaskarı sayılır və bu xilaskarın gəlişi, zuhurun gözlənilməsi bütün İslam dünyasında deyil, hətta bəşəriyyət bu intizarı çəkir. Biz möminlərin müəyyən vəzifələri var. Müəyyən vəzifələrindən biri də o Həzrətin intizarını çəkməkdir ki, bu intizarı çəkmək əlin üstünə qoyub gözləməklə deyil, ümumiyyətlə hər bir insan çalışmalıdır ki, zülmlə, haqsızlıqla mübarizə aparsın. Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna inanır. Bu əzəmətli bayram münasibəti ilə bütün İmam Zaman aşiqlərini təbrik edir. Allahdan zəmanə imamının zühurunun tez olmasını və bizlərin də imamımızın xidmətində olmağımızı diləyirik. Allah bizlərin əli ilə imamın zühurunu tezləşdirsin. Səbuhi Vaqifoğlu, Əzim Uğur, İntiraz. Ey sahibi əsr o zamana Ceylim tutur senden bahane